أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد اللهم صل على محمد وآل الطيبين الطاهرين وأهل بيت الطيبين الطاهرين وعلى أصحابه المكرمين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم يا أيها الرسول بلغ ما أنزل إليك من ربك وإن لم تفعل فما بلغت رسالته والله يعصمك من الناس إن الله لا يهدي القوم الكافرين. Sadaqallahu al-aliyyul azim. Peygamber Ali Peygamber hakkında bir salavat edildik. Bugünkü gün aziz gün münasibətilə İmam-ı Zamanı bütün müminləri və siz əzizləri təbrik deyirik və sizlərə dünya axirətdə əleyhissalamın şiəsi, yəni onun hər bir cəhətdən, hər bir Allah yanında olan məqamının nəinki aşiqi, onun yolun gedənlərdən qərar versin inşallah. Bugünkü gün haqqında biz dəfələrlə danışmışıq, muizələr eləmişik və sözü çox da uzatmadan istəyirəm əsl mətləbə keçəm və müəyyən nöqtələrlə bəzi məqamları qeyd eləyəm. Bu ayə ki, bugünkü gündə bütün İslami kitablarda, təfsirlərdə hamısında ki qeyd olunubdur. Bunun haqqında da hər kəs istəsə 1400 ildən bəri aparılan təhqiqi tarixlər gedib baxa bilər və həqiqəti öyrənə bilər. Amma müəyyən nöqtələrdən də istəyirəm bir 4-5 nöqtəsini qeyd edeyim. Biri budur ki, Allah Teala bu ayədə buyurur: Ya yuharrazu. Peyğəmbər əleyhissalamın ən yüksək fəzilətli çağırışlarından Allahın mələk vasitəsilə ona xitab etdiyi ayə kəlamlardan biri budur. Ey mənim rəsulum deyə xitab eləyər. Hansı ki, Peyğəmbərə Abdullah da deyə bilər, Nəbi də deyə bilər, ya əyyuhən nəbiyyə xitab edə bilər və ilaxirə. Amma bu məxsus bir fəzilətdir ki, Həzrət Peyğəmbərin adı ilə Allah ona xitab edir. Bəlliğ mə unzilə iləyik min Rabbik. Ey mənim Peyğəmbərim, sən o şeyi ki, sənə əmr eləmişəm, onu çatdır günə xalqa. Əgər təfsir və tarix kitablarına diqqət eləsək, görərik ki, nəsə Allah tərəfindən Peyğəmbər əleyhissalama buyurulubdur, amma Peyğəmbər əleyhissalam onu saxlayıbdır. Çünki bir insana xitab eləyəndə deyirsən ki, bu şeyi çatdır, amma çatdırmır. Üstündən bir müəyyən vaxt keçəndən sonra artıq bir danışıq, bir cümlə forması dəyişilir və artıq ona biraz da başqa bir şəkildə, qəti şəkildə ki, mən sənə deməmişəm bunu çatdır, nədən qorxursan? Yəni, bu xitab artıq dəyişilir. Qur'an-ı Kərimdə bu ayə bütün İslami təfsir və tarixlərdə qeyd olunubdur ki, Peyğəmbər əleyhissalamın axırıncı həccində nazil olubdur. Yəni, Allah bir əmr qalmışdı ki, onu Peyğəmbər əleyhissalama buyurdu ki, ey Peyğəmbərim, bunu çatdır. Təfsir kitablarına baxsaq, o xəbər Ərafatda Peyğəmbər əleyhissalama nazil olubdur. Yəni, o hacılar ki, Məkkədən çıxırlar və gəlirlər Ərafat çölünə. Ərafat çölündə hamı bilirsiniz ki, o insanlar orada dua edirlər və ilaxirə. Allah Teala Qur'an-ı Kərimlə əgər diqqət eləsə baxarıq ki, nəsə deyib Peyğəmbər, amma Peyğəmbər əleyhissalam onu deməyib. Hansı xəbərdir? İndi Allah gəlir o məqama çatır ki, o məqamda buyurur ki, ey mənim Peyğəmbərim, çatdır. Bizim sənə dediyimiz xəbəri insanlara çatdır. Özü necə deyir? Və in ləm təfəal fəmə bəllğtə risalətə. İkinci məqam gəlir. Bunların geniş mənası var. Mən çox da genişliyə varmıram. Fəqət qısa deyirəm. Ey mənim Peyğəmbərim, mənim sənə dediyim xəbəri əgər deməsən, in ləm təfəal. Bir var ərəb dilində, elə bizim də dildə var. Məsələn deyirəm ki, deməsən, bir də var etməsən. Bunlar fərq eləyər. Deməsən budur ki, sözlə deyərlər.
deyirlər. Amma bir də var ki, əməllə təfəl. Təfəlin mənası etmək. İnləm təfəl, etməsən, bu artıq dəyişildi. Və inləm təfəl, fəmə bəlləxdə risalətə. Əgər mənim sənə dediyimi etməsən, sən 23 illi Peyğəmbər eləməmsən. Bax, cümlənin bir fikir verin deyilişinə. Onda 3-cü məqam gəlir. Vallahu ya'sumuka. Baxırsan ki, Allah Peyğəmbərə nə buyurur? Peyğəmbər, nədən qorxursan? Artıq ayənin bu, yəni Peyğəmbəri biz görmüşük nə vaxtsa qorxan. Bu da müharibələrdə olubdu. Hamı da bilir ki, Peyğəmbər sallallahu müharibələrdə həmişə öndə gedib. Ön sıralarda olub. Onda qorxmurdu. Nə oldu burada, nə məsələ baş verir? 23 ildir artıq Peyğəmbərlik, İslam qüvvətlənib, indi qorxur. Bu 3-cü məqam gəlir. 4-cü məqam nədir? Minənnas. İnsanlardan niyə qorxursan? Peyğəmbər pəhlivanların qarşısında durub, qoşun qarşısında durub. Heç qorxmayıb, indi Allah deyir ki, insanlardan niyə qorxursan? Demək, qoşun yat yoxdur burada. Burada ancaq insanlar var. Bəli, əgər biz buna diqqət eləsək, görürük ki, artıq burada mətləb dəyişilibdir. Yəni, Peyğəmbər əleyhissalam buyurulan hökm artıq Qədirxumda onu cəmaata çatdırmalıdır. Əməli ilə, daha sözlə yox, əməli ilə. İlləm təfəal, əməli ilə göstər. Peyğəmbər əleyhissalam artıq Məkkədən ayrılmışdır, gəlmişdir. Qədirxum deyilən məkanda daha oca gedə bilməzdi. Məkkə, necə deyərlər, elə bir yerdir ki, ağaçlıq, binalar, filanlar hamısı vardı. Orada Peyğəmbər əleyhissalam heç sözün demədi, xütbə oxumadı, yəni neynəmədi. İndi gəlib səhranın ortasında gün vurur, 50 dərəcə, 60 dərəcə isti, heç bir kölgəlik yox, heç nə yox. Allah buyurdu ki, daha buradan o tərəfə gedə bilməzsən. Burada təzələ çatdır cəmaata. Nə idi? Bu elə bir məqamdır ki, Peyğəmbər əleyhissalam o məqamı xalqa deməli idi. Niyə? Çünki bunu ilə din kamil olacaq, yoxsa din kamil deyil. Yəni din 23 illik peyğəmbərlik, yəni 23 illik Allahın göndərdiyi bütün hökmlər bir tərəfə, bu hökm bir tərəfə. Əgər o hökmlər ki, indi Allah sənə əmr edib, onu deməsən 23 illik peyğəmbərlik, İslam yoxdur. Məsələ budur. Nə idi? O da bu idi ki, ey Peyğəmbər, səndən sonra bu ümmətin rəhbəri olmalıdır. İndi buradan sual verirəm bəzilərinə ki, bu ayəni, bu kəlamları fırlayırlar oyza buyza. O xəlifələr ki olmuşdu, birinci xəlifə Əbu Bəkir, Ömər ikinci xəlifə, Osman üçüncü xəlifə. Bu xəlifələri kim seçmişdir? Deyərsən ki, cəmaat, özləri yığışdılar filan bəhman. Niyə? İndi mən sual verirəm, niyə? Bu İslama deyərsən ki, bir rəhbər lazım da. Allahın əstəğfirullah, mən o başa düşməsi üçün deyirəm. Allahın ya Peyğəmbərin onlar qədər düşüncəsi yox idi. Məsəl üçün, Allah bilmirdi ki, bu milləti başsız qoymaq olmaz. Allah bilmirdi ki, bu milləti başsız qoyub getsən yaman günə qalacaq. Peyğəmbər əleyhissalam onlar qədər düşünmürdi ki, bu millətə bir başçı təyin eləsin. Heç bir şey eləmədi. Dünyasını dəyişdi. Bunlar da yığışdılar özləri üçün bir xəlifə seçdi. Biri dedi, mənim əmmim oğlu olsun, biri dedi, mənim qəbiləm olsun, ixtilaflar başlansın, İslam aradan geçsin. Peyğəmbər əleyhissalamın Allahın yanı bu qədər bu hadisələri görmürdü mü? Görürdü, yaxşı da görübdü və təyin də elədi bugünkü gündə Qədirxumda ki, İslam başsız qala bilməz, İslama bir imam lazımdır. İmam olmasa İslamın heç bir şeyi elə bir ki olmayıbdır. Odur ki, bugünkü gün Peyğəmbər əleyhissalam neynədi? Həzrət bir minbər düzəltdilər, çağırdılar, hamısını gəldi və insanlar 100 min, 120 min də yazırlar və ilaxirə. Həzrət Peyğəmbər əleyhissalam orada bir xütbə oxudu. Xütbə oxuyandan sonra Həzrət buyurdu ki, Əyyuhənnas, indi bu ayədir. Ey insanlar, mən əvlən-nas bil-müminə min ənfusihim. Həzrət o ayə ki var, ayədə Allah Teala buyurur ki, Ən-nəbiyyü əvla bil-müminin. Peyğəmbər möminlərin özündən, özlərindən, necə deyirlər, özlərinə üstündür, fəzilət sahibidir. Hər kəs Peyğəmbər əleyhissalamı özündən fəzilətli bilməsə, özündən əziz bilməsə, o insan mömin ola bilməz. Peyğəmbər əleyhissalam da buyurur ki, ey insanlar, mən insanlara özlərindən, öz nəfslərindən,
səndən üstün deyiləmmi? Avlad deyiləmmi? Sonra Həzrət bu kəlamı oxudu. Mən kuntum mevlahu fəhədə aliyyun mevlahu. Və Həzrət Peyğəmbər əsələm sonra dua edir. Allahümmə vali mən valahu və adi mən adahu və əhibbə mən əhəbbəhu və əbğid mən əbğadahu və ansur mən nəsərahu və xtul mən xədəlahu və ilə axirə. Həzrət Peyğəmbər əleyhissalamı çağırdı, durğuzdu ayağa və əlindən tutub qalxızdı ki, hər kəsin mən ağasıyam, hər kəsin mən rəhbəriyəm, hər kəsin mən mövlasıyam. Bu Əli onun mövlasıdır, onun rəhbəridir, onun ağasıdır. Və sonra buyurdu, İlahi, hər kəs Əlini özünə rəhbər bilir. İlahi, sən ona yardım elə, hər kəs ondan düşməndir, sən də ondan düşmən ol. Hər kəs Əlini sevir, sən də onu sevginə. Hər kəs Əliyə qəzəblənir, sən də ondan qəzəblən. Və hər kəs Əliyə yardım eləyir, sən də ona yardım elə. Hər kəs Əlini, necə deyərlər, xoş olmayan sözlərlə yad edir, İlahi, sən də onu zəlil eləginən. Və bu kimi dualar ki, bunları biz dəfələrlə demişik və eşitmişsiniz. Bəli, indi isə həmin o Mövla sözüdür. 1400 ildir Bəni Ümeyyə və onun tərəfdarları fırlayırlar. Orada Peyğəmbər dost dedi, falan dedi, nə bilim nə dedi. Güya ki, Peyğəmbər Əlini dost tanıtmaq üçün yer tapmamışdı. Elə cəmaatın içində gərək gəlirdi, nə bilim falan, artıq sözlər. Və ilk dəfə Peyğəmbər əleyhissalam ki, bu sözü deyəndən sonra dedi, indi gəlin Əliyə beyyət eləyin. Birinci növbədə kim gəldi? Həmin o xəlifələr. Və hətta Ömər gəldi, bəxun ya Əli, ey Əli, təbrik edirəm sən bugündən sonra bütün İslam aləmində möminlərin rəhbərisən, ağasısan. Bəyəm, burada rəhbərlikdən söhbət getmirsə, onu təbrik eləmənin nə mənası var idi? O cümlədən Həzrət Peyğəmbər əsəlamın bu beyyəti o dərəcəyə gəldi ki, 3 gün orada qaldılar, 3 gün orada olan bütün minlərlə, 10 minlərlə möminlər hamısı əleyhissalama gəlib əlinə əl verib və beyyət elədilər ki, sən bizim rəhbərimizsən, mövlamızsan. Və xanımlar əleyhissalam əlini suya saldı və sonra bütün xanımlar gəlib əllərin o suya belə batırmaqla ki, yəni biz də Əlinin mövla olmasını təsdiq edirik və beyyət edirik. Bu artıq bir həmin o gündə dinin kamilləşməsidir. İndi Allah Qur'an-ı Kərimdə nə buyurur? Buyurur ki, Əl-yevm yəisəllədinə kəfəru min dinəkum. Allah Teala Qur'an-ı Kərimdə nə buyurur? Buyurur ki, ey Peyğəmbər, həmin gün ki, sən bu işi gördün, o gün, ey mənim Peyğəmbərim, kafirlər məyus oldular. Məyus oldular. Nədən? Məyus oldular ki, daha heç bir vaxtı İslamı dağıda bilməyəcəklər. Çünki Qur'an-ı Kərimdən buyurdu ki, bugün kafirlər dininizdən, onu məhv etməkdən, onu dağıtmaqdan əllərini üzdülər. Qur'an ayəsidir. Və buyurur ki, ey mənim Peyğəmbərim, onlardan qorxmayın, məndən qorxun. Fələ təxşəvhum vəxşəvun, məndən qorxun. Bugün dininizi sizin üçün kamil etdim. Əl-yevm əkməltu ləkum dinəkum. Dininizi sizin üçün kamil elədim. Əleykum ni'məti və raditu ləkumul İslamə dinə. Və dini kamil elədim və sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Peyğəmbər əsəlam ayə ilə bunu insanlara çatdırdı. İndi buradan sual olar ki, biyəm, din kamil olmamışdı, namaz da qılınmışdı, oruç, cihad, bütün hər bir şey. Amma din kamil değildi ki, Allah bu Qur'an-ı Kərimdə buyurdu ki, bu imaməti tapşırmaqla sizin dininizi kamil elədim. Din kamil oldu. Baxın, Qur'anda namaz qılmaq məsələlərinə. Allah Teala buyurur ki, İdə qumtumus salata fəxsulu vucuhakum və əydiyakum və iləl mərafiq və ilə axirə. Buyurur ki, namaz qılın, ey möminlər, gedin dəstəmaz alın filan. Və yaxud da kutubə aleykumus siyam kəmə kutubə ələllədinə min qablikum. Sizlərə oruc vacib oldu. Oruç tutmağı sizləri mən vacib elədim. Necə sizdən əvvəlkiləri vacib eləmişəm. Bu kimi xitablar deyir. Amma heç birində
sən namaz qılıb, oruç tutmaqla, falan eləməklə sənin dinin kamildir sözü işlənməyib. Quranda bu sözü tapa bilməyəcəksiniz. Amma bir dənə yeganə o gün idi ki, Qədirxumda Allah Peyğəmbərə buyurdu ki, dini kamil eləmək üçün öz yerində imamı təyin elə, rəhbəri təyin elə. Onunla buyurdu ki, artıq din kamil oldu. Ayətullah Əmini eşitmişsiniz. Əl-Qədir deyilən bir kitab yazıbdır ki, 20 cilddir. Hamısı bugünkü günün əhvalatın dünyanın bütün kitabxanalarından, Ərəbistandan, Türk, İran, Hindistana qədər gedib bütün əhl-i sünnə kitablarından yığıb bugünkü günün əhvalatın cəmləyib 20 cild kitab yazıbdır. Bütün ömrün qoyubdur bir gün üçün. Oğluna vəsiyyət eləyir ki, oğul, çalış bu günə həmişə yad elə, bayram elə. Mən Əli üçün heç nə eləyə bilmədim. Bu günü oğul yad elə, bayram elə və ilaxır. Bu kimi vəsiyyətlərdir. Yəni bu böyüklükdə şəxsiyyət, bu alim, ona bəzi suallar ki verirlər, maraqlı da cavabları var. Biri budur. İraqda yaşayan əhl-i sünnə alimlərindən buna sual verirlər ki, bilirlər axı o şəriəti, İslamiyyəti bizdə də bilirlər. Bizdə də məsəl üçün azan ki verirsən, azanda əşhədü ənnə əmirəl müminin əliyyən vəliyullah. Bu əliyyən vəliyullah demək azanın tərkib hissəsi deyil. Əgər açıb baxsaz bizim risalələrə, müştəhidlərimizin kitablarına görərsiniz ki, deyir ki, o əzanın tərkibindən deyil. İndi buna sual verirlər ki, ey əmini, əşhədü ənnə əmirəl müminin əliyyən vəliyullah. Bu məgər İslamın sözüdür, əzanın tərkib hissəsidir. O mərhum buyurur, yox, tərkibi deyil, nə tərkib hissəsidir? Bunlar sevinirlər. Deyir, indi dalına qulaq as. Deyir, nəinki tərkibidir? Bu söz İslamın və əzanın rukunudur. Rukun bilirsiniz də nədir? Sütunu. Yəni o rukun olmasa din yıxılıb. Yəni gör burada nə məna çıxır? Yəni hər kəs ki Əlinin vilayətini tanımayıb, onu təsdiq eləməyib, elə bilsin ki o rukun, o sütun yıxılıbdır. Odur ki, bugünkü gün ki Qədirxum günündə biz Peyğəmbər əleyhissalamın ki buyruğuna əməl eləyib burada məclis keçirdirik. Bir Allah şahiddir ki, bütün bayramlardan üstündür sənin bu bayramın. Bunun da dəlilini indi deyim sənə. Bütün hamıdan soruşsan ki, İslamiyyətdə bayram ən üstün fəzilətli bayram hansıdır? Hamı deyəcək ki, oruçluq bayramı, qurban bayramı. Bu sözü deyəcəklər də, elədir mi? Oruçluq bayramı haqqında Qurandakı ayələr var. Və yaxud da ki, qurban bayramı haqqındakı Quranda ayələr var. Onları keçirtmək üçün bir dənə ayə gətirə bilərsiniz ki, Allah buyursun ki, bu əməli keçirtdiyinə görə əkməltu ləkum dinəkum. Sənin dinin kamil oldu. Bu sözü tapmayasınız. Nə Quranda, nə hədisdə. Amma Peyğəmbər əleyhissalam bugünkü gündə ki, Əli əleyhissalamın vilayətini ki dedi, Allah da buyurdu ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Sizin dininiz indi kamil oldu. Qurban kəsməklə yox, oruç tutmaqla yox. Bax, yəni Əli əleyhissalamın vilayəti eyni Peyğəmbər əleyhissalamın gətirdiyi vilayətin nə idi? Rukunudur. İndi baxaq, Peyğəmbər əleyhissalam bir gün oturmuşdu məclisdə, sahabələrlə söhbət edirdilər, moizə deyirdi, Həzrət söhbət edirdi. Birdən gördülər ki, Peyğəmbər əleyhissalam durdu, çıxdı məsciddən gedir. Hamı təəccüb elədi ki, bu Həzrət Peyğəmbər əleyhissalam hara gedir? Nə oldu? Nə məsələ düşüb, nə hadisə baş verib? Bunlar da durdular, başladılar Peyğəmbər əleyhissalama ardınca getmə. Gördülər Peyğəmbər əleyhissalam getdi bir qədər, dayandı. Bunlar da dayandı, gördülər qarşıdan bir mafə gəlir. 4 nəfər də yapışıb o mafədən gəlir, heç kəs də yoxdur. Həzrət gəlib çatana qədər gözlədi və dedi, bunu qoyun yerə. Qoydular yerə. Həzrət başladı namazın qılıb dua eləməyə. Ya Rasulullah, bu kimdir? Sən bundan ötəri durdun, məclisi yarımçıq qoydun, durdun, gəldin. İndi də rəhmət oxuyursan, filan oxuyursan. Deyir, mən ki mauizə eləyirdim, gördüm göydən mələklər nazil olur. Soruşdum, ya Cəbrail, ay mələkələr, hara ayə
camiyə gətirmisiniz. Nə hadisə baş verib? Həzrət Cəbrail deyir, mənə buyurdu ki, ya Rasulallah, bir şəxs dünyasını dəyişib gəlmişik onun dəfnində iştirak eləyək. Kimdir? Kimdir o? Ya Cəbrail, ya Rasulallah. O şəxsdir ki, qara bir quldur. Həmişə Əlini görəndə deyərdi ki, Əlican, səni çox sevirəm mən. Əlican, sənə mən aşiqəm. Bu sözü o qədər Əlini görəndə hər dəfə Əliyə deyərdi. Allah bizə əmr elədi ki, düşün onun dəfnində iştirak edin. Görün, nə qədər əzamatı var bir insan ki, Əli əleyhissalamın aşıqı ola və Əli əleyhissalama ona hər dəfə deyə. Amma bir də var ki, sən onu gör, hər namazda deyirsən ki, Əli canım, mən sənə aşiqəm, əntə hüccətullah, əntə əmiril müminin, əntə hər o qədər sözləri deyirsən ki, Əli canım, mən səni əmiril müminin bilirəm, səni imam bilirəm, səni Peyğəmbər varisi bilirəm. Gör, indi bu məclisdə həmin mələklər var, yoxsa yoxdur? Hələm birinin dəfnində gəlir ki, bir kəlmə söz deyib. Amma bir də var ki, bu bayramın məclisinə gələsən, mələklər də burada öz nuraniyyəti ilə gələrlər, iştirak eləyərlər. Qur'an-ı Kərimdə bir ayə var, Əli əleyhissalamın fəzilətindən də bir ayə deyim. Buyurur ki, və yəqulullədinə kəfəru ləstə mursələn, qul kəfə billahi şəhidən bəyni və beynəkum mən indəhu ilmul kitab. Buyurur ki, ey mənim Rasulum, kafirlər, sən Peyğəmbər deyilsən deyirlər. Onlara belə cavab ver. Mənimlə sizin aranızda mənim Peyğəmbər olduğumu təsdiqləyən Allahın və kitabı bilənlərin şahid olması mənə yetər. Yəni siz mənə kafir olsanız da, mənə qəbul eləməsəniz də, mənə kifayətdir ki, Allah özü şahiddir ki, mən Allahın Peyğəmbəriyəm və onun Qur'anı, kitabı bilən, o Qur'anı bilən şahiddir, mənə kifayət edir. Başqa heç kəs mənə tanımasa da, mənə bu kifayətdir. Bütün İslami kitablarda, hətta Əhl-i Sünnə qardaşlarımızın məşhur Əd-Durrul Mənsur deyilən neçə cildli təfsiri var. Bu ayə haqqında buyurur ki, Bureyd İbn Muaviyə nəql edir ki, İmam Baqir əleyhissalama dedim ki, mənimlə sizin aranızda Allahın həmçinin kitab elminə malik şəxsin şahid olması kifayətdir. Yəni bu ayə, burada məqsəd nədir? Peyğəmbər əleyhissalam kimi deyir? O şahid kimdir? Buyurdu ki, məqsəd bizik. Əli Peyğəmbərdən sonra bizim birincimiz, ən fəzilətlimiz və ən xeyirlimizdir. Baxın, yəni Əli əleyhissalam bütün insanlardan üstün, fəzilətli və Peyğəmbər əleyhissalamdan sonra Allahın yer üzərində olan nümayəndəsi, yəni varisidir. Bu bir hədisdir ki, qardaşlarımızın kitabında var. Həmçinin əfəmən kənə müminən kəmən kənə fasikən lə yəstəvun. Məgər mömin kimsə ilə fasıq eynidirmi? Əlbəttə, onlar eyni ola bilməz. Burada da həmçinin, yəni mömində məqsəd nədir? Bütün İslami kitablar qeyd edirlər ki, mömində məqsəd burada Əli əleyhissalamdır. Fasiqdə məqsəd isə kimdir? O şəxslər ki, Vəlid ibn Üqbə və ilaxirə, onlar ki, Qur'an onlara fasıq deyir. Amma bəziləri deyir ki, sahabədir. Amma Qur'an deyir, sahabə də olsa, amma fasıqdir. Qur'an da buyurur ki, Əlidən üstün kim ola bilər? Yəni, əgər biz ayələrə diqqət eləsək, ayələrlə bizlərə yetər ki, Əli əleyhissalam insanların içində, Peyğəmbər yanında ən üstün, ən fəzilətli bir şəxsdir ki, Həzrət Peyğəmbər əleyhissalam da nə buyurub? Buyurur ki, müharibələrin birində eşitmişsiniz bu sözü. Həzrət buyurur ki, bu günlərim küfür qoşunu ilə İslam üzbəüz dayanıbdır. Bu hədisi hamıca eşitmişsiniz. Və Həzrət orada Əli əleyhissalam gəlir, o Yahudi pəhlivanına bir dənə qılınc vurur, onunla İslam qalibiyyətin, necə deyərlər, özlü qoyulur. Orada da Peyğəmbər əleyhissalam buyurdu ki, artıq İslamla küfür üzbəüz dayanmışdı. Baxın, Əli əleyhissalamın zərbəti ilə İslam qaldı. Bugün də həmin Xeybər oğulları kimlə döyüşür? Bəni Haşimlə döyüşür. Əlinin evlatları ilə döyüşür.
1400 ildir döyüşürlər, bu gün də döyüşürlər. İnşallah o günü görəcəyik ki, həmin Peyğəmbər Əsəlamın dediyi və bəşarət verdiyi gün gələcək və yer üzərində Əleyhisselamın evladı zuhr eləyib və dünyanın hakimi olacaqdır. Allah'a and veririk Peyğəmbər, Ali Peyğəmbər xatirinə, Allah'a and veririk öz izzət-i cəlalına ki, bugünkü gündə bizlərə nəsib elədi ki, bu bayramı az da olsaq oturaq və bunları necə deyərlər ki, Mövla-i Müttəqiyyanı Peyğəmbəri təbrik deyək, yad eləyək. Allah bizi dünya axirətdə Peyğəmbər əhl-i beytindən ayrı salmasın.